Bəzi valideynlər övladlarının daha yaxşı şəraitdə keyfiyyətli və peşəkar təhsil alması üçün onları özəl məktəb yaxud liseylərə göndərirlər. Özəl təhsil müəssisələri də elə yaxşı təhsil və rahat şərait yaratdıqlarını əsas gətirərək ödənişlərin məbləğini minimum 5-6 min, maksimum 16-17 min manat, hətta daha yüksək müəyyənləşdirirlər. Təhsil eksperti Elçin Əfəndi bir çox müəssisələr tərəfindən şagirdlərin qidalanması, yaxud yataqxana şəraiti, həmçinin olduqca savadlı müəllim heyəti, müasir innovasiyalarla tam təchiz olunmuş auditoriyalar və sair təqdim edildiyini bildirib. Əksər özəl məktəblər hətta servis xidməti olaraq şagirdlərin daşınmasını həyata keçirirlər. Bir nöqtədən digər nöqtəyə şagirdlərin daşınması da məhz ödənilən məbləğin içərisində nəzərdə tutulur. Bundan əlavə beynəlxalq proqrama da qoşulurlar, hansı ki eyni proqramdır və bu proqram vasitəsilə xaricdə təhsil almaq imkanı qazanmış olur həmin özəl məktəblərin şagirdləri. Bəzən isə təyin olunan qiymətlərlə verilən ümumi xidmətlər arasında ziddiyyət müşahidə olunur. Bir qism özəl məktəb və liseylər çox vaxt şişirdilmiş qiymətlər təyin edirlər. Ən yaxşı real qiymət isə ailə büdcəsini nəzərə alaraq müəyyənləşərsə daha məqsədə uyğun olar. Zərintac Mayız qızı, Təbriz Quliyev, Misya TV.